Tamam. E, Deməli, sertifikasiyada fizikadan buna oxşan təxminən belə bir sual düşmüşdü. Ola bilər, eyni də ola bilər ki, cüzi fərq olsun. Yadımda qalan deyirəm. İki blokdur, biri tərpənən, biri tərpənməz. Hər bir blokun çəkisi 10 Newton, M1 yükünün çəkisi 40 Newton olarsa, M2 yükünün çəkisi neçə Newton olar? Deməli, burada blokların çəkiləri nəzərə alınır. M1 yükünə M1J bərabərdir 40 Newton ağırlıq qüvvəsi təsiridir ki, bunu çəki kimi götürürük. Və bu tərpənməz blokun çəkisi burada ipin gərilmə qüvvəsi ilə, yuxarıdakı ipin gərilmə qüvvəsi ilə tarazlaşır. Yəni, ip bunu belə deyək ki, 40 Newton qüvvə ilə yuxarı dartır, 40 Newton qüvvə ilə yuxarı dartır. Bu tərəfdə 40 Newton qüvvə ilə aşağı dartılacaq. Bu tərəfdə 40 Newton qüvvə ilə aşağı dartılacaq. Bu tərəfdə 40 Newton qüvvə ilə yuxarı dartılacaq. Yəni, bu 10 Newton nəzərə alınmayacaq. Tərpənməz blokdakı 10 Newton nəzərə alınmayacaq. Və ipin digər ucunda da 40 Newton qüvvə yaranacaq. Bu 40 Newtonu pozuram, yəni çox yaxın. Yəni, burada da bir 40 Newton var. Amma bu 40 Newton üst-üstə düşdü. Yəni, bizə o lazım deyil. Hal-hazırda burada bir də 10 Newton bunun çəkisidir. 10 Newton. Bir də M2J'dir. Yəni, bu hissədə, tərpənən blok hissəsində hər bir ipdə 40 Newton qüvvə yuxarı, blokun çəkisi 10 Newton aşağı və M2J aşağıdır. Deməli, M2J üstə gələk 10 Newton bərabər 2 dənə 40 Newton. Yəni, 2 vuraq 40 Newton. M2J bərabərdir 80 Newton çıxaq 10 Newton bərabərdir 70 Newton. Deməli, P2 də bərabərdir 70 Newton götürək. Cavab 70 Newton idi.